Salam dəyərli izləyicilər. İsmayılıdan təqdimatlarımızı davam edirik. Hal-hazırda İsmayıllı rayonu Pirəbil Qasım kəndindəyik. Kəndin girişində Kupçalı 12 sot torpaq satışa çıxarılıb. Həyət meyvə ağaclarından doludur. Hər yan yaşıllıq. Dağın ətəyindədir. Çox gözəl, daim yel əsən bir yerdir. Suyu, əsas məsələ suyu, işığı daimidir. Qaz da ilin axırına kimi bura çəkiləcək. Burada qızıl gül kolları var, ağaclar, meyvə ağacları, hamısı meyvə ağaclarıdır, bar gətirən ağaclardılar. Baxın yaxından. Buradan kim torpağı alsa, buranı hətta iki yerə bölüb, iki dənə evdə tikmək olar. İki qardaş alıb, məsələn, iki dənə də ev tikə bilər. Torpaq buradan başlayır, buranla düz xətlə gedir və üzü aşağı setkalanıb. Və baxmaq istəyən olsa da, biz İsmayılıdayıq, İsmayılıda fəaliyyət göstəririk. Nə vaxt istəsə əlaqə saxlasın. Bioda qeyd olunan nömrələ gələk, göstərək. Alqı-satqıdan savayı həm də sizə tikinti üçün də məsləhətlər və köməkliklər göstərə bilərik. Buradan mənzərə açılır qarşıdakı dağlara. O qədər ağac əkiblər ki, çox gözəldir. Hər yan yaşıllıq, ağaclar, meyvə ağacları. Gözəldir, yamaç formasındadır, amma çox da sərt deyil, dik deyil. Bu həyətə elə silindi bir dənə dayanacam düz mərkəzində, ortadan. Bir də aşağıdan yuxarıya baxaq bir yerə. Baxın, indi göstərəcəm. Buradan başlayır və belə davam eləyir. Belə bölüb iki yerə, iki dənə ev burada çox rahat tikmək olar. Yəni kim də istəsə birində tikə bilər. Ətrafda yaşayış var, qonşular var. Yeni də deyirəm, qaz ilin sonuna qədər çəkiləcək. Giriş buradan qoyulub hələ ki, amma yəni çəpər çəkəndən sonra hardan istəsəz girişini qoya bilərsiniz. İlin sonuna qədər qaz çəkiləcək, suyu, işığı isə daimidir. Maraqlananlar qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərlər.